Salam dəyərli izləyicilər. Burada qeyd edilir ki, doğru olanları qeyd edin. 4 dövlət müqaviləsi ABŞ-ın açıq qapılar siyasətinin həyata keçirilməsi. Xeyr, bu açıq qapılar siyasəti Çinə aid olan müqavilənin hissəsində idi. Ona görə bunu götürmürük. Dəniz silahlarının məhdudlaşdırılması haqqında müqavilə İngiltərənin dəniz üstünlüyü tanındı. Xeyr, əslində bölüşdürüldü ABŞ-la İngiltərə arasında. Bu da yanlışdır. Sevr müqaviləsi Osmanlı ərazisinin bölüşdürülməsi doğrudur. Faktik olaraq İngiltərə, Fransa, İtaliya və Yunanistan arasında bölüşdürüldü. Paris sülhüsü Poznan və Qərbi Prusiya Polşaya verildi. Bu da doğrudur. Deməli 3-dən 4 Y variantı uyğundur. Növbəti sualda döyüşlərin adlarına müvafiq olaraq qeyd edin. Fransanın həlledici məğlubiyyətdən xilas etdi Tannenburg. Xeyr, bu Marna döyüşüdür. B gedəcək 1-ə. Rus ordusunun məğlub edilməsi Tannenburgda idi. Almanlar tərəfindən məğlubiyyətə uğradılıb. Deməli 1-də B2-də. Osmanlı ordusu qalib gəldi Bağdad, düzdür. 1915-ci il İngiltərə üzərinə qələbə qazanıb. Tarixdə ilk dəfə tanklardan istifadə edib Somma döyüşündə D uyğundur. B, A, C, D uyğun olaraq A variantında verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.